Salam əziz dostlar, bu videomuzun mövzusu Pentool. Pentool əksər qrafik redaktor proqramlarında ola bilər başqa adlarla gizlənsin, amma məntiq eynidir. Adobe-un öz proqramlarında da, Photoshop-da, InDesign-da, After Effects-də və s. Pentool elə Pentool adı ilə orada var və hamısında işləmək prinsipi, qaydası eynidir. İstənilən bir proqramda, misal üçün Illustrator'ın özündə, əgər biz Pentool-la işləmək texnikasına yaxşı mənimsəsək, başqa bütün proqramlarda çox rahat olacaq bizim üçün. Gəlin başlayaq tanışlığa. Pentool klaviaturada P hərfi ilə, toolbarda bu aşağıda 3-cü qələm başlığı ilə işarələnmiş bir ikondur. Klik edirik bura və Pentool-la bir neçə çəkmək yolları var. Gəlin birincidən başlayaq. Çox asanlığından. Klik edirik 1, 2, 3, 4, 5 sadəcə mouse-la bir dəfə klik edirəm, mausumu sürüşdürürəm, bir dəfə klik edirəm və gətirirəm bunu bağlamağa. Bağlamaq istəyəndə görürəm ki, fikir verin, burada kursorumun yanında 0 və yaxud da ki, dairə işarəsi gəlir. Yəni ki, sənin shape-in artıq qapanacaq. Qapamaya da bilərəm, tutaq ki, Pentool rejimindən çıxmaq istəyirəmsə, təbii buralara gətirəndə yenə də aktivdir. Escape-i basa bilərəm. Escape-i bastım, çıxdım Pentool rejimindən. Birdən deyirəm ki, yox, mən bunu bağlamaq istəyirəm. İstənilən bir yerdən, misal üçün Move Tool-dayam, getmişəm, işləmişəm, təzədən gəldim bu shape-min üzərinə, Pen Tool-la P hərfini basıram və görürsünüzsə ikonum dəyişir. Yaratdığım pəsi, xətti davam eləmək. Buradan da davam eləyə bilərəm, buradan da davam eləyə bilərəm. Gəlirəm, xəttim yarandı orada, kursorum dəyişdi, fikir verin. Klik və klik. Bağladım, bağlamadım, yox. Klik və klik. Bəli, 0 yazıldı və mənim shape-im bağlandı. Bu iti bucaq deməyək, yəni künclər yaradacaq çəkmək metodu. İndi gəlin hamar bucaqlar yaratmaq üçün başlayaq çəkməyə. Pentool-a yenə girdik. Bu dəfə bir dəfə klik eləmirəm. Klik eləyirəm və dartıram. Fikir verdiniz və indi kənarda yaranan xəttlərin adı handle-dır, ortadakının adı anchor point-dir və növbəti hələ yaranmayıb, amma mənim üçün istiqamətimi təyin edir, göstərir. Növbəti yaranacaq pəsimin yerini. Növbəti yaranacaq pəs üçün isə mən təbii ki, birdən də klik eləyib çəkməliyəm. Birdən də belə ancaq klik eləyib, dartıb, çəkirəm və gəlib burada bunu birləşdirirəm. Biraz da burada dartıram ki, tam belə oval bir forma mənə gəlsin. Birinci metodla ikinci metodun arasında da daha çox istifadə olunan bir metod var. Həm iti bucaqlı, həm də oval bucaqlı çəkmək üçün. Birləşsək iti bucaq və oval bucaq, bəli, ürək çəkəcəyik. Iğını bastıq, Pentool-umuz aktiv oldu. Ürəyi gözümüzün qabağına gətiririk və başlayırıq. Ürəyi ortadan iti bucaq olacaq. Ona görə mən bir dəfə klik eləyirəm. Yuxarı hissələri olacaq oval, ona görə dartıb çəkdim. Oval davam eləyəcək. Oval davam eləyəcək, dartıb çəkirəm və aşağısı yenə də məndə olacaq iti. Ona görə bunu bir dəfə klik eləyirəm. Davam eləyirik. Yenə tutdum, dartdım. Burada misal üçün tutdum, dartdım və gətirdim. Burada bağladım shape-imi. Kənarda klik edirəm Move Tool-la. Baxıram ki, belə də. Bəs yaxşı, biz bunu necə edit eləyək? Təbii ki, hər zaman söhbət əgər anchor point-lərdən və pəslərdən gedirsə, Direct Selection Tool-la gəlirik, seçirik bu hissəni. Biraz yuxarı qaldıra bilərik. Seçirik bu anchor point-imizi. Anchor point-imizi biraz sağa çəkə bilərik. Gəlin bir cartoon style ürək yaradaq. Cartoon style ürək. Aha. Bu belə. Ola bilər. Buranı biraz açaq. Buranı biraz da yuxarı qaldıraq. Buranı biraz seçək anchor point-imizi. Vəssalam. Belə bir cartoon style ürəyimiz hazır. Pentool-la çəkməyi öyrəndik. Gəlin görək Pentool evində sonra kimlər qalır. Add anchor point. Add anchor point. Gəldik, seçdik, klik eləyirik. Yenə də Illustrator bizlə söhbət eləyir. Zəhmət olmasa anchor point əlavə eləmək üçün segment, Pass segmenti seç. Pass segmenti bizdən nədir? Yaxşı, OK basırıq. Gələk Direct Selection Tool-a. Pass segmenti bizdə bu iki dənə anchor point-ın ortasındakı bu düz xəttə deyirlər, pəsə deyirlər və bizdə shape-imiz aktivdir. Lap Move Tool-la da biz bunu aktivləşdirə bilirik. Seçdik. Gəlirik Add Anchor Point funksiyasına və istədiyimiz yerdə klik eləyirik. 1, burada klik elədik. 1, burada klik elədik və burada klik elədik. Bəs yaxşı, biz bunu sonra klik eləyəndən sonra nəyimizə lazımdır? Əgər bu yenə düz gedirsə, təbii ki,
Bu sonradan bizə Direct Selection tool-la gəlib edit eləmək üçün imkanlar yaradır. Bir də əgər add varsa, deməli həyatda delete də olmalıdır. Bunun altında delete anchor point var. Delete anchor point-ə gəldik. Üzərinə gətiririk. Gördüyünüz minus oldu. Bunu sildik. Bunu sildik və yaratdığımız növbətini sildik. Ardınca gəlirik bura və anchor point tool. Bu alət bizə hansı üstünlükləri verir? Gətiririk bir anchor point-umuzun üzərinə, klik edirik və onu iti küncümüzü eləyirik hamar. İti bucağı seçdik, elədik bunu hamar və yaxud da gəlirik seçirik hamar olan shape-imizi, yenə də gəldik seçdik bu toolumuzu və biz bunu burada bir dəfə klik eləməklə və yaxud da ki klik eləyib artmaqla yox, təbii bir dəfə klik eləməklə biz bunu elədik. İti Pen tool ailəsində gəzişməkdənsə, bircə dənə pen toolu seçib, bunu daha rahat versiya ilə eləmək olar. Məsələ necə gedir? Yaxınlaşdıraq, shape-imizi seçək, pen toolu aktiv eləyək. Pen tool burada hazır halda olanda, yəni altdakıların heç birini seçməmişəm. Mən pəsin üzərinə gətirəndə avtomatik pen tool deyir ki, istəyirsən bura bir dənə əlavə anchor point əlavə eləyək. Deyirəm bəli, 1, 2, 3, 4 əlavə elədim. Əlavə elədim. Sonra xoşun gəlmirsə istəyirsən silək. Bəli, hansı anchor point-in üzərinə pen tool aktiv şəkildə gətirirəmsə, onu da belə silir. Bəs yaxşı, o birisi göstərdiyimiz toolu aktiv eləmək üçün nə etmək lazımdır? Əgər pen tooldan kənara çıxmaq istəmirsə, onda biraz aşağı gəzişək. Alt-a basanda avtomatik gördünüz bizim kursorumuz dəyişdi və iti bucaqları hamar gələ seçək. Bu birisi shape-imizi, yenə də pen tool İti bucaqlara hamar eləyir. Hamar bucaqları da bir dəfə klik eləməklə itiləşdirir. Bu qədər. Gəlin yenə Ctrl-Z-ləri basaq. Ctrl-Z, Ctrl-Z, Ctrl-Z və bunun bir yoluna da baxaq. Bu yolları sizə göstərməkdə məqsəd nədir? Hər dizayner ona xoş olan, ona rahat olan texnika ilə davam eləyir. Shape-imizi seçsək, yuxarıda görürsünüzsə, option barda shape-in xüsusiyyətləri çıxacaq. Əgər Direct Selection tool-la biz hansısa bir anchor point-i seçsək, yuxarıda bizdə görüntü dəyişir. Gəlin bir baxaq, ikonlar özü bizlə söhbət eləyir. Convert selected anchor points to corner. Bizdə onsuz da cornerdır. Əgər klik eləsəm, cornerim oldu. İti bucağım oldu hamar və yaxud da ki hamar bucağı seçdim və burada bu anchor point seçdim, bunu elədim iti, delete eləmək istəyirəmsə, burada gəlirəm, delete basıram, çıxdı getdi. Burada bir dənə qayçı işarəsi var və başqa bir işarə var, connect. Connect nə vaxt lazım olacaq? Əgər biz qayçı ilə nəyisə kəssək. Gəlin biz onu yoxlayaq bir dairə ilə ki, o segmentləri daha yaxşı başa düşməyimiz üçün. Gəlirik bura, yuxarıdakı anchor point seçirik və burada klik edirik kəsmək, cut. İlk baxışdan heç nə dəyişmədi, amma biz həmin anchor point-in üzərinə gətirib çəksək, görəcəyik ki, bu bizdə kəsildi. Əgər birləşdirmək istəsək, seçirik ikisini də və buradan connect-i basırıq. Əla. Pen tool-la bağlı göstərəcəklərimiz bu qədər. İndi gəlin pen tool-un qonşuluğundakı üzərinə gətirək, adını oxuyaq. Curvature tool-la tanışalaq. Gəlirik Curvature tool-a və başlayırıq çəkməyə. Demək olar ki, pen tool-un eyni məntiqidir. Sadəcə bir fərq var. Bir klik elədik, ikinci klik elədik, bir düz xəttimiz əmələ gəldi. Burada dartıb çəkməyə ehtiyac yoxdur. Sadəcə sürüşdürürük və görürük ki, bizdə bir dənə gözəl gövs əmələ gəldi və sadəcə tutub çəkməklə bax belə fikir verirsinizsə heç yerdə iti bucaq yoxdur. Belə maraqlı spiral yaratdıq. Təbii ki, Curvature təkcə öz yaratdığı shape-lərlə işləmir. Deyir ki, əgər kənarda da sən mənə bir xətt versən, düz xətt və məni götürsən, burada sənin üçün gözəl bir gövs yaradacağam. Gəlin həm pen tool-la, həm Curvature-la öyrəndiyimiz texnikaları praktikada tətbiq eləyək. Diqqət, praktika. Əlimizin altında pen tool-u mənimsəmək üçün 2 dənə ideal nümunə var. Gəlin hələlik Batmanımızı qoyaq kənara və başlayaq bu yarpağı çəkməyə. Keçən dərslərdən yadımızdadır. Əgər şəklin ümumiyyətlə bir elementin şəffaflığını azaltmaq istəyiriksə, yuxarıda opacity bölməsindən bunun şəffaflığını azaltdıq. Əl ayağa dolaşmasın deyənə Object və Lock buradan seçirik Selection və yaxud da ki Ctrl-2, yəni Selection-ı lock eləmək. Biraz yaxınlaşdırırıq və başlayırıq çəkməyə. Pen tool.
Gəldik pen toolu seçdik. Nə içinin rəngi var, nə çölünün. Gəlin burada bir özümüzdən rəng seçək. Birinci yuxarı hissə məndə artıq görürəm ki, it bucaqdır və mən ona görə bir kliklə başlayacağam. İndi çəkəndə təxmini istəyirəm ki, qırılma nöqtəm burada olacaq. Tutub bunu çəkirəm. Sonra növbəti qırılma nöqtəsini hiss edirəm ki, ola bilsin buralar oldu. Çəkdim və burada bir dəfə klik eləyəcəm. Çünki iti bucaqdır. Bir klik elədim, getdim. İndi davam edirəm bu hissəni çəkməyə. Gəlirəm təxmini qoyuram bura. Bəli, oynadım. Hələ mavzu buraxmamışam. Əla. Mavzu buraxmamışam, amma görürəm ki, artıq bu hissədə nəsə düz getmir. Yenə də eybi yoxdur. Tutub çəkirəm və nə yaxşı ki, biz bu praktikaya başladıq. Bir verin. Məndə indi göstərir ki, mənim növbəti çəkəcəyim xətt yenə də oval şəkildə gedir. Amma mən istəmirəm bu oval getsin. Mən istəyirəm bu iti olsun. Onun üçün növbəti hələ anchor point-ın basmamışdan qabaq sonuncu anchor point-ın üzərində bir dəfə klik eləsəm, ikinci anchor point-ı mən qırmış oluram. Artıq mən buradan yenə də iti bucaqdan davam eləyə bilərəm. Yenə də fikir verirsiniz, çəkdim. Gəldim burada klik eləyirəm, çəkirəm. Bu hissənin it olmağı üçün bircə dəfə klik eləyirəm. Handle-ımın biri getdi və buradan bunu davam eləyirəm. Burada gətirdim, yenə də çəkdim və təxmini belə bir görüntü. İndi gəlin bunu kopyasını çıxardaq, özünü çıxardaq, Shift X-i basaq və görək ki, burada bizə narahat edən, bizə mane olan hissə nədir və mənə mane olan hissə bax buralardadır. Gəlirəm buraya. Ola bilər bu handle-ımı biraz yığım, handle-ımı biraz yığdım. Ola bilər yuxarının handle-ını biraz açım. Yox, belə. İndi nümunədə var, amma öz içimdəki estetika da mənə deyir ki, gəl bunu da biraz içəri yığaq. Gözlə. Biraz dedim axı, biraz içəri yığaq. Aha. Çildirik. Yox. Estetikam səhvdirdi. Ctrl-Z, Ctrl-Z. Bu hissə elə normal idi. Belə bir yarpağımız formalaşdı. İkinci yarpağı artıq özünüz məşq eləyəndə çəkə bilərsiniz. Biz gəlin keçək Batman-ımıza. Logomuzu götürdük. Opacity-sini elədik 30%. Ctrl-2-ni bastıq, lock elədik. Yaxınlaşdırırıq. Yenə də pen tool-la davam eləyə bilərik. Bir klik, ikinci klikimizi gətiririk burada. Biraz ehmalca açırıq. Növbəti gəldik bura. Sonra bu hissəni iti klik eləyirik. Sonra gəlirik bu hissəni belə çəkirik. Shift X-i basaq, elə çəkə-çəkə Shift X-i basa bilərik. Sonra gəldik bu hissəni belə çəkdik. Bu hissədə bir dəfə klik edirəm, yenə itiyə çevrilsin. Gəldik bura. Gəldik bu hissəni bir dəfə çəkdik. Gördük ki, ayda nəps oldu və heç bir problem yoxdur. Direct Selection Tool seçdik anchor point-imizi. Bunu buradan biraz yığdıq. Davamını eləmək istəyirəm. Deyirəm, anchor point tool-dayamsa, gələk buradan da handle-mızı biraz yığaq. Buradan da keçək. Buradan da bunu biraz yığaq. Nümunədəkinə maksimum bənzətməyə çalışaq. Bu hissə məni çox narahat eləyir. Ona sonra qayıdarıq. İndi sizə burada başqa bir texnika göstərəcəm. Klik elədim yenə də iti bucağımdan. Gəldim bunu buradan belə çəkdim. Gəldik bu hissəyə. Hop, buranı qəşəng yapışdırdıq. Təbii ki, sol tərəfdən sağ tərəf eynidir deyə mən bunu yenidən belə çəkməyimə ehtiyac yoxdur. Dizaynerin vaxtı qızıldır. Gəldik bura, lap misal üçün bunu belə biraz qulağına həcm verdik, gətirdik bunu burada birləşdirdik. Bu bildiz nəyin smart qaydıdır? Aşağıdakı anchor point-imin smart qaydıdır. İndi görsənmir. Gəldik bunu belə burada bitirdik. İndi əgər mən bunun kopyasını çıxartmaq istəyirəmsə, gəlin bu hissə məni narahat edir. Bu hissəni düzəldək. Yəni seçdim buranı. Səni biraz yaxşı. Bu anchor point-i seçdim. Handle-ımı götürdüm, biraz aşağı elədim. Okey. Gəlin kopyasını çıxardım. Nümunəni görmək üçün. Artboard-umu biraz da böyüdüm. Aha. Gəldik. Bunu çəkdik aşağı. Alt-ı, Shift-i bastıq, duplikatını çıxartdıq. Properties pəncərəsini aktivləşdirib bunu tərs çevirdik, flip horizontal. Yaxınlaşdırdıq. Götürdük, çəkdik, yaxınlaşdırdıq bunu bir-birinə və iki dənə qonşu anchor point-ləri seçib buradan bunu join eləyirik. Bəli. Eləcə də buradan iki anchor point-i seçib bunu da join eləyirik və təbrik edirəm. Bizim simmetrik sağdan soldan Batman loqotipimiz hazır. Shift X-i basırıq. Bəli. Pen tool-la Batman'ın logosunu çəkməyi yoxladıq. Curvature-la isə buraxaq sizin ixtiyarınıza yoxlayın.
Eksperimentlərinizi, alınan nəticəni bizlə paylaşmağı unutmayın. Biz isə görüşək gələn dərslərdə.